vacib elmləri soruşur, yəni İslam dinində hansı daha mühümdür öyrənmək? Hamı mühümdür. Hamı. Ən birinci də əqidə, Allahı tanımaq və sonra ona necə ibadət eləmək. Hamı mühümdür. Sən sadəcə götür birin, ikisini üçün bilən adamla oxu, öyrən. Bəli, dərslərə qulaq asın. Dərslərə qulaq asın. Tənbəl olmuyor. Bir dənə qardaş oturdum, deyir, Abbaqır saytında, abbaqır-məscidi.com bizim məscidin, mübarək məscidin saytı. 5000-dən çox dərs var ya, təxminən. Əlhamdülillah. Sən onları özə silsiləvi dərslərdir. Bəli, bax, qulaq asmaq lazım. Sən otur gündə, özünə qayda qoy. Otur gündə bir dənə dərsə. Heç olsa bir dənə. Elə qardaşlar var ki, qısa danışırlar, yəni çox uzatmırlar. Yarım saat. Otur, qeydlər apara, özə silsiləvi dərslərdir. Əlhamdülillah, yəni, özün görəcəksən ki, 4-5 aya artıq nə qədər kitabı çıxdın bir yerdə və məlumatın artdı, fəhmin artdı. Artıq bilirsən, bu fikri gələndə necə hərəkət edeyim, bu fikir gələndə qəbul edeyim, yoxsa yox. Mütləq. Bəli, günləri hədər keçirmə də. Bəli.